Qərbdə İslama qarşı yeni bir savaş. Bu ölkə azam verilməsini qadağan eləməyi planlayır. Bəli, Gündəm Xəbər nefrində 25 iyun tarixidir. Xəbərimiz isə belədir. Danimarkada hökumət məscidlərdə azam verilməsinin ölkə üzrə qadağa tətbiq edilməsi məsələsini nəzərdən keçirir və bu barədə də ölkənin 20 yaslı naziri Morten Bozkov açıqlama verib. Nazirin sözlərinə görə belə bir praktikanın Danimarkada yeri yoxdur. O bildirib ki, İslamın ictimai həyatdakı görünürlüyü həddindən artıq artır və bu da cəmiyyətdə narahatlıq yaradır. Danimarkada gəzərkən özünüzü İslamabadın ətrafında hiss edib etmədiyiniz barədə şübhəyə düşməməlisiniz deyə Bozkov vurğulayıb. Bir məqamı qeyd eləyək ki, Avropa ölkələrində son zamanlarda Qurana qarşı da xüsusi bir kobudluq halları, yandırma və kitabı yırtma halları var və belə bir məqamda da məhz Avropa ölkələrinin həmin ölkələr çərçivəsində olan polisləri də məhz həmin şəxsləri qorumaqla məşğuldur və təəssüflə qeyd eləyək ki, satanistlərin get-gedə artdığı bir cəmiyyətdə İslama qarşı bu cür fobik halların baş verməsi də heç də bir mənalı qəbul edilmir.